Yeni Yasamal Əsəd Əhmədov küçəsi 78 kvadrat qanuni 2 otaqdan 3 otağa düzəlmə bir mənzilimiz çıxıb satışa. Mənzili giriş qapıdan sizə göstərim. Mənzilimizin giriş qapısı daxil olduq. Sol tərəfdə burada sanitar qovşaq hamam otağı yerləşir. Mənzilimizin təmiri yaxşıdır. Mənzil 2 otaqdan 3 otağa pirdelka olunub. Bura mənzilin mətbəx hissəsidir. Yandırım, pirdelka olunub gördüyünüz kimi. Amma şaxta birbaşa havalandırma şaxtaya qoşulub. Burada gəldi gördüyünüz kimi qardırobumuz var boydan boya. Sağ tərəfdə burada əsas yataq otağımız yerləşir. Mənzil qeyd edim ki, tam əşyalı satılır. Qiymət də çox münasib qiymətdir. Çıxarışlı binadadır. Bura mənzilimizin qonaq otağı hissəsidir. Qonaq otağı gördüyünüz kimi çox geniş və tam əşyalarla təchiz olunmuş bir mənzildir. Və qarşısında eyvanı var. Kondisionerinə kimi var mənzildə. Mənzildə ola bilsin bir dənə televizor götürülsün. Amma tam əşyalı verilir. Bu qiymətə həqiqətən də bu ərazidə belə bir tam əşyalı, təmiri yaxşı mənzil tapmaq biraz bilirsiniz çətin məsələ. Burada ikinci yataq otağını da göstərim. Burada uşaq yataq otağıdır. Gördüyünüz kimi bütün əşyalar var mənzildə. Dərs stoluna kimi, yəni yatağına kimi hər bir şey var. Qiymət 170 min manatdır. Mənzil təcili satılır. Kimə maraqlıdırsa səhifədəki nömrəyə əlaqə saxlaya bilər. Gördüyünüz kimi həqiqətən də 78 kvadrat, 2 otaqdan 3 otağa düzəlmə, əla təmirli və tam əşyalı.